Əziz və hörmətli izləyicilərim, yeni bir mənzilimiz satışa çıxdı. Xırdalan şəhərinin tam mərkəzində, Heydər Parkının qarşısında. Onu da qeyd edim ki, bu binada çox nadir hallarda mənzil satışa çıxır dəyərli dostlar. Bura qonaq otaqdır, çox səliqəlidir, ümumi sahəsi 112 kvadrat, kubçalı, dövlət ipotekasına yararlı, qismən əşyalı satılır əziz dostlar. Qonaq otağından çəkiş etdim. 12 mərtəbəli binanın orta mərtəbəsində geniş ölçüdə əsas qapıdan girəndə belə bir dəhliz hissəsi. Buna xol demək olar. Dəhlizdir, xoldur, bilmirəm nədir. Amma yəni çox böyükdür. Dəhliz hissəsi çox böyükdür dəyərli dostlar. Çox da təmiri yaxşıdır, heç bir təmirə ehtiyac yoxdur. Qanuni 3 otaqlı. Burada yataq otağıdır. Dəhlizdən sağ tərəfə uşaqlar üçün nəzərdə tutulub. Demək, böyük yataq otağından və mətbəxdən eyvana giriş-çıxış var əziz dostlar. Burada isə geniş ölçüdə böyük yataq otağı və bu otaqdan da eyvana çıxış var. Mərtəbə də ideal. Binanın iki sürətli müasir lifti var. Elə blokuna girsəz binanın necə vəziyyətdə olduğunu, blokun necə vəziyyətdə olduğunu görəcəksiniz. Qranit mərmərlə hamısı üzlənilib. Blok dəyərli dostlar çox səliqəli mənzildir. Çox əla da yerdədir də. Buradan o yana, yəni Xırdalan şəhərində mərkəz yer mən tanımıram. Heydər Parkının tam qarşısındadır. 2 sürətli lift, orta mərtəbə 12 mərtəbəli binadır. Keçək sonda mətbəxi təqdim edim. Mətbəx hissəsidir əziz dostlar. Bir daha qeyd edirəm. Qismən əşyalı satılır. Mətbəxdən eyvana çıxış var. Eyvanın birini açıq saxlayıblar, birini bağlayıblar əziz dostlar. Geniş ölçüdə bax belə bir eyvan hissəsi oldu. Kombi sistemi burada yığılıb və sonda açıq, geniş, gözəl eyvanın sizlərə çəkib təqdim edən prospekt yolunun 50 metrliyində dəyərli dostlar. Düz Heydər Parkının qarşısında. Qiymət 194 min manat əziz dostlar. Üzürlü sayın qiymət 197 min manat. 197 min manat ev sahibinin təyin elədiyi qiymətdir. Siz evə baxdıqdan sonra, reallıq olandan sonra əlbəttə ki, danışıqlar olacaq. Nömrəmiz profildə qeyd olunub. Bizi Instagram, TikTok və YouTube səhifəsində daha ətraflı izləyə bilərsiniz. Bu günlük bu qədər.